Salam, bugün mühüm sınaq toplusundan mövzu sınağı 2-ci suallarına baxacağıq. Deməli, birinci sualda deyir ki, 5-də 4 ədədinin tərsi ilə əksinin cəmini tap. Deməli, 5-də 4-ün tərsi 4-də 5, 5-də 4-ün əksi isə mənfi 5-də 4. Bunlar da düzgün olmayan kəsrə çevirsək, 4-də 5 1,25-dir, mənfi 5-də 4 mənfi 0,8-dir. Bundan da cəmi soruşur. 1,25 üstə gələnsə mənfi 0,8, yəni 1,25 çıxılsın 0,8-dir. 0 atdıq, 5, 12-dən 8, 4, 0. Cavab olacaq 0,45 A variantı. Növbəti sualımıza baxırıq. İkinci sual. Bir ata oğlundan 24 yaş böyükdür. Deməli, ata, oğul. Oğul x olsa atası da ondan 24 yaş böyük. X üstəgəl 24. 4 ildən sonra ata da 4 yaş qocalır. Üstəgəl 24. Oğul da 4 yaş qocalır. Yəni atanın yaşı x plus 28 olur. Oğlun yaşı da x plus 4. 4 ildən sonra oğlundan 4 dəfə böyük olur. Deməli, oğlun yaşını 4-ə vursaq, atasının 4 ildən sonraki yaşına bərabər olacaq. 4-də bunlara vursaq 4x plus 16 bərabərdir x plus 28. X atırıq sola 3x bərabərdir 16-nı atdıq sağa 12. X bərabərdir 4 atdıq. Bizdən soruşur, indi ata ilə oğlunun yaşları fərqi. Ata ilə oğlunun indiki yaşları fərqi budur. Yəni ata x plus 24 idi. 4 versək atanın indiki yaşı 28 oldu. Oğul da x idi. Bu da bərabərdir 4. İndiki yaşları fərqi də 28. İndi ata ilə oğlunun yaşları fərqin. Deməli, x-i düz tapdıq. Baxaq hələ. 2, 12, 3. X 4-dür. 4, 28 yaşları fərqi 28, 24 eləməlidir. Ata oğlundan 27 yaş. Hə, 27 yaş böyükdür. Mən 24 yazmışam. Deməli, oğlu x olsa atası x üstəgəl 27 olacaqdır. 4 ildən sonra x üstəgəl 27 üstəgəl 4, yəni x üstəgəl 31 atanın yaşı olacaq. Oğlunda x plus 4. 4 ildən sonra oğlundan 4 dəfə böyük olacaq. Yəni oğlun yaşını 4-ə vursaq, bərabər olacaq atasının yaşını. 4-ü bunlara vurub açsaq, 4x plus 16 bərabərdir x plus 31. Atdıq sola 3x, 16-nı atdıq sağa çıxıldı 15, x bərabər oldu 5-ə. İndi ata ilə oğlun yaşları soruşursa, atanın yaşı x plus 27 idi, x-in yerine 5 yazsaq oldu 32. Oğlun yaşı x idi, 5 versək oldu 5. Yaşları fərqini soruşursa 32 çıxılsın 5 bərabər olacaq 27 Y variantı. Növbəti suala baxırıq. Deməli, A və B natural ədədləri üçün əkop AB bölünsün əbob AB bərabərdir 12 və A vur B bərabərdir 2700 olarsa əbob AB-ni tap. Əbob AB-ni. Deməli, uşaqlar, əkobun əboba bölünməsi bizə onlar C-ni verir, ortaq olmayan sadə qrupların hasilini. AB də 2700-dür. Əbobun kökaltı düsturuna əsasən AB bölünsün C düsturumuzdur. Kökaltında AB 2700-dür, bölünsün 12-yə. Bu da bərabərdir kökaltında. Bunların hər birisini 3x çarparsak 4 burada, 9 burada qalır. Bu ilə kökaltında 225, 225-dən də 15 kök çıxır, cavab C variantı. Növbəti suala baxırıq. 4-cü sual. 4-cü sualda deyir ki, 3 ədədi cüt-cüt topladıqda cəmləri 20, 30 və 40 alınır, həmin 3 ədədin cəmini tap. Deməli, 3 ədədimiz x, y, z olsun. Cüt-cüt topladıqda, məsələn, bir dəfə x plus y-i toplayıram 20, bir dəfə x plus z-i toplayıram 30, bir dəfə də y plus z-i toplayıram 40. Bunları tərəf-tərəf toplasaq, bu ədədlərin cəmini soruşur. Toplayanda 2 dənə x gördüm, 2 y gördüm və 2 z gördüm. Bərabərdir 90-a. Və bunların hər tərəfini 2-yə bölsək, x plus y plus z bərabərlik 45-ə. Bizdən də cəmi soruşur, cavab oldu 45.
B variantı. Növbəti 5-ci sualımıza baxırıq. Deməli, 7-də 1 üstəgəl 11-də 1 üstəgəl 15-də 1 bərabərdir A olarsa, 7-də 11 üstəgəl 11-də 15 üstəgəl 15-də 19 cəmin ayrı ifadə. Demək olar, burada 7-də 11-i yazsaq 1,7-də 4, 11-də 15-i, yəni düzgün olmayan kəsiri qarşılıqda çevirəkdə 1,11-də 4, 15-də 19-da 1,15-də 4-dür. Və bunların hər birisinin tamlarını yazsaq 3 üstəgəl 7-də 4, 11-də 4, 15-də 4. Burada isə uşaqlar bunların hər tərəfini 4-ə vursaq, hər bir həddi 4-ə vursaq, olur 7-də 4, üstəgəl 11-də 4, üstəgəl 15-də 4, bərabərdir 4-a. İndi bax, bu ifadənin qiyməti 4-a oldu. Gətirib burada yerinə yazsaq, onda olacaq 3 üstəgəlinsin 4-a. Doğru cavab D variantı. Növbəti 6-cı sualda rənglənmişsə, baxsaq orada uşaqlar 6-cı sualda A ilə B-nin kəsişməsi rənglidir. Amma kim A-ğa baxdı? C. Yəni A ilə B-nin kəsişməsində olan C-də olmayan. Növbəti 7-ci suala baxırıq. Deməli, -1, 2, 4, 1, 2, 3, 4, sonra 2 gəlib. 1, 2, 3, 4-dən sonra bir də gəl 1, 2, 1, 2, 3, 4, 5-ci də 8 gəl. Ədəd oxunda verilənlərə görə A nöqtəsinə düşən ədədin kəsr hissəsini tapın. Bölgülər arası məsafə eynidir. Demək olar, baxırıq ki, bax 1, 2, 3, 4, 5 hissəyə bölünübdür. -1 ilə 2-yə qədər məsafəmizdə -1 çıxılsın 2, -3, məsafə də mənfi ola bilmir, 3 vahid. Deməli, hər bir bölgü 5-dən 3-dür. 5-də 3-dür. Yəni, hər bir bölgü 5-də 3-dür. Nə deməkdir? 0,6-dır yəni. Biz də bölgüləri saysaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13-cü A olacaq. Deməli, bura qədər 13 dənə 0,6, bu dedir 7,8, 7,8-in də kəsr hissəsi 0,8-dir. Yəni, 7-ci cavab oldu C variantı. Növbət 8-ci suala baxırıq. 8-də deyir ki, ardıcıl 100 natural ədədlər ən kiçik və ən böyüyünün cəmi 5,9-dur. Ardıcıl ədədlər bilir ki, 1-1 artır. Əgər ən kiçiyimiz x olsa, 100-cü ədədimiz də ondan 99 vahid bölgü olacaq, x plus 99. Və deyir, bunların cəmi bərabərdir 559-a. Toplayanda 2x bərabər 99-a atdıq sağa 0, 6, 4, 460, x bərabər oldu 230. Kiçik ədədim x idi, böyük ədədim x plus 99. Bizdən də kiçik ədəd soruşur, cavab olacaq 230 D variantı. Növbət 9-cu suala baxırıq. A kiçikdir 0-dan, yəni A mənfi ədəddir. Olarsa 2 kök altında 6-cı dərəcədən A hissə 6, üzərinə gəl kök altında 5-ci dərəcədən A hissə 5, çıxılsın kök altında A kvadrat. Demək olar, cüt dərəcənsə kök, cölə modulundan çıxır modulda A, tək dərəcənsə modulsuz çıxır, üzərinə gəl A, yenə də cüt dərəcənsə cölə modulundan çıxır. A da 0-dan kiçiksə, yəni A mənfi ədəddirsə, 2 vurulsun mənfi A, üzərinə gəlir, şərt buna aid deyil. Modul daxilinə aiddir yalnız. Çıxılsın mənfi A. Bu da bərabərdir. Mənfi 2A üstəgəl A, mənfini mənfiyə vuranda müsbət A. Bu da cavab olur nə? 0-a bərabər A variantı. 10-cu suala baxırıq. Deməli, 120 dərəcə tənbələn veribdir. Növbəti tənbələn də buradadır. Burada x-dədir. Deyir, şəklə olarsa deyir, x-i tapın. D1 deyir ki, paralel 2 paralel düz xəttdən söhbət gedir. Burada alfa desəm, bu da alfa olacaq. Buna beta desəm, bu da beta olacaq.
Deməli 2 alfa 120 və 2 betanın cəmi 360 dərəcə verməlidir bizə. 2 alfa üstəgəl 2 beta üstəgəl 120 bərabərdir 360 dərəcə. Buradan 2 alfa üstəgəl 2 beta bərabərdir 120'ni atsaq sağ tərəfə çıxılır 240. Hər tərəfin 2'yə bölsək alfa plus beta bərabər olur 120. İndi bu iştirakladığım yer 4 bucaqlıdır. 4 bucaqlının daxili bucaqların cəmi 360 olmalı. Bu alfa ilə betanın cəmi 120'dir. 120'də burada var 240. 360'dan da 240. Yəni 3 bucağın cəmini çıxırıq. Yerdə qalan x buzağıdır. O da 120 dərəcə olacaq. C variantı. 11-ci suala baxırıq. 11-ci sual. Modul x bərabərdir mənfi x və modulda y bərabərdir y olarsa kök altında x kvadrat üstəgəl kök altında y kvadrat üstəgəl x plus y ifadəsini sadələşdirin. Demək kökün dərəcəsi cüt dərəcədən olduğuna görə x çörə modulundan çıxdı. Yenə də cüt dərəcədən olduğuna görə modulundan çıxdı. X plus y-də olduğu kimi qaldı. Modul x mənfi x-ə bərabərsə yerinə yazacaq mənfi x, modul y elə y-ə bərabərdir, üstəgəl x, üstəgəl y. Mənfi x ilə müsbəti islah getdi, y ilə də y-i topladıq. Cavabımız oldu 2y-ə bərabər D variantı. Növbəti 12-ci suala baxırıq. 12-ci sual. AC 2 rəqəmli ədəddir. B bərabərdir A üstəgəl C və AC bərabərdir 6B olduğuna görə AC-yə B üstəgəl C cəmi tutub. Demək olar burada AC-nin açılışını verirəm. 10A üstəgəl C bərabərdir 6B. Burada isə A üstəgəl C bərabərdir 1B-dir də. Sistem çəkib tərəfə çıxsam əgər 10A-dan A çıxanda 9A, 6B-dən B çıxanda 5B. A oldu 5'ə bərabər, B oldu 9'a bərabər. İndi burada A üstəgəl C B-yə bərabər idi. A-nın yerinə 5 yazıram. B-nin yerinə 9. Onda C-də 4 olmalı ki, 5 ilə 4 toplayanda 9 eləsin. Deməli, C-də bərabər oldu 4-ə. Bunlar da bizdən üçünün cəmini soruşur. 5 üstəgəl 9 üstəgəl 4 bərabər olacaq 18 C variantı. 13-cü suala baxırıq. 13-cü. 2 rəqəmli 2 fərqli natural ədədin əbubu 9-dur. Bu 2 ədədin cəmi ən çoxu neçə ola bilər? Cəmin ən böyük olması üçün toplananların hər birisi ən böyük olmalıdır. Biz burada axtarmalıyıq. Ən böyük rəqəmlər ki, əbubu 9 olan. Təbii ki, bu 9-un bölünənləri deyir. Ən böyüklər də ki, 90 ilə 99 ki, əbubu da 9 edir. Bunları da toplayanda 189 edir C variantı. Növbəti 14-cü suala baxırıq. Görək 14 nə deyir? 14-cü sual. 4 B üstü 2M B üstü K və C. Bir hədisinin qüvvəti 12 olarsa M vur K hasilinin ən böyük qiyməti. Demək, bir hədinin qüvvətinin dərəcələri toplamaqla tapılır. Yəni 2M üstəgəl K üstəgəl C-nin də qüvvətinə 1 olur. Bərabər 12'yə. Buradan 2M üstəgəl K bərabərdir. 1'i atdıq sağa çıxıldı. 2M bərabərdir 11 çıxılsın K və M də bərabərdir 2-də 11 çıxılsın K. İndi burada T çəksək, M-lə K-ya qiymətlər verib yoxlayırıq. Deməli, K-ya burada şöyle 1 versəm, 11'dən 1 çıxanda 10, 12'yə böləndə M olur 5. 2 versək 9, 9 2'yə bölünmür. Naturaldan söhbət gedir burada. Qüvvət yəni 10'la kəsr ola bilməz. 2 alınmadı 3 versək K-ya. Bax, K-ya 3 versək 11'dən 3 çıxanda 8, 8 2'yə böləndə 4 edir. K-ya 4 versək yox, K-ya 5 versək 11'dən 5 çıxanda 6, 6'nın 2'yə bölündə 3 edir. 6 versək yox, 7 versək 4 edir. Bax, bura 7 versək 11'dən 7 çıxanda 4 edir. 4'ü 2'yə böləndə 2 edir. Sonra 7'dən sonra 1, 3, 5, 7, 9 olacaq da 9 verəndə 11'dən 9, 2, 2'nin 2'yə böləndə 1. Deməli, MK hasili 5 edir. Burada MK hasili 12 edir. Burada MK hasili 15. Digərində 14, digərində 9. Bizdən də hasilin ən böyüyünü soruşur, cavab olacaq 15'ə bərabər. Bu belə. 15-ci suala baxaq. 15-ci sual deyir. K natural ədədini 3'ə böldükdə qalıqda 2 alınır.
k kvadratı üstəgəl 2k ədədinin 3-ə böldükdə alınan qalıq tap. Demək olar, k-nı 3-ə böləndə qalıqda 2 alınırsa, elə k-ları yenə qalıqda yazmaq olar. 2-nin kvadratı 4, üstəgəl 2-nin 4 bərabər 8-ə. Həmin o 8-ə ilə 3-ə bölsək, 2 dəfə düşür, qalığımız 2 qalır. Bizdən də qalıq soruşurdu, cavab oldu 2-yə bərabər. 16-cı suala baxılır. 16-cı sual hesablayın. Deməli 2 tam 4-də 3 bölünsün 1 tam 10-da 1 üzərinə gəl 3 tam 3-də 1 2-də 5 çıxılsın 5-də 2 vurulsun 10-da 3 vurulsun 5 bərabərdir. Deməli burada sonra 2 tam 4-də çevirəm qarşıqadır. Düzgün olmayan kəsdə 4 2 8 11 bu 1 tam 10-da 1 10-da 11-dir. Vurulsun olacaq 11-də 10. Üstə gəl 3 tam 3-də 1 də düzgün olmayan kəsdə çevirəm 3-də 10. Burada da 2-də 5 çıxılsın. Baxıram, bunlar ixtisar getdi, 5 qaldı. 5, 5-in 25-də 3 bu oldu. 25-də 3. Bu da bərabərdir. 11-lə 11 getdi, 4-lə də 10 getdi, 2 qaldı, 5, 2-də 5. Demək, sürətdə qaldı 2-də 5 üstə gəl, 3-də 10. Məxrəcdə qaldı 2-də 5 çıxılsın, 25-də 3. 2 ilə 3 ortaq məxrəc 6-dır. 6-nı 2-yə böləndə 3, 6-nı 3-ə böləndə 2. 5 üçün 15, 12-nin 20. 20 o da 15, 35. Məxrəcdə də 25 ilə 2-yə ortaq məxrəc 50-dir. 50-ni 2-yə böləndə 25, 50-ni 25-ə böləndə 2. 5-i 25-ə böləndə 125, 3 içində 6. 125-dən də 6 çıxanda 119 edir. Hə, sonda vurulsun 5-imizdə başalır. Yazmadım hər dəfə. Vurulsun 5, vurulsun 5, vurulsun 5. Məxrəclərin yerini dəyişəndə 50 qalxır vurulur 35-ə, 6 düşüb vurulur 119-a. Vurulsun 5. Deməli, baxaq görək burada. 50 ilə 6 2-yə ixtisar getdi, 3 qaldı, 2-yə gedəndə 25 qaldı. Bunlar 7-yə ixtisar getdi, qaldı 1, 7, görək hansı səhv eləmədik. Baxaq görək, toplama və çıxma. 125 çıxılsın 6, 119 elədi. Yox, bərabərdir. 3-ü 17-yə vuranda elədi 51, sürətdə də 25 ilə 5 qalıb 125. Bu da bərabər olur. 125-i 51-ə böləndə 125 qalır. Baxaq görək. 7-yə gedəndə 5 qalır burada. Hə, 625 qalır da 625. 625-i də 51-ə bölək görək elə. 625 bölünsün 51. Bir dəfəsi 51, 1, 1, 15, 2 dəfə 102, 3, 1, 13. 12 tam 51-də 13 elədi cavabımız. Bu belə. Növbətiyə baxaq. 17-ci sualda deyir ki, 60 kiloqram şəkər məhlulundan şəkərin suya nisbəti 3-də 2-dir. Bax, şəkər bölünsün su bərabərdir 3-də 2. Onda şəkər bərabərdir 2K olsun, su bərabərdir 3K olsun. Və bu da məhlulu təşkil edildiğinə görə 60-a bərabərdir. Toplayanda 5K bərabərdir 60, K da bərabərdir 12. 12 versən şəkər oldu 24, 12 versən oldu 36. İndi yəni şəkər oldu 24 kiloqram, su oldu 36 kiloqram. Deyir, bu məhlula neçə kiloqram şəkər əlavə etdikdə? 24 kiloqram üzərinə bilmirəm nə qədər. Şəkər əlavə edəndə uşaqlar məhlulu da artırır. Yəni 60-ın üstünə x gəlməlisən. Həll olan bölünsün məhlul vurulsun 100%. 64% də alınır, yəni alınır %64. Bunlar da ixtisar getsə, 4-ə getsə 25 qalır, 16 qalır və çarpaz vururuq. 25-i 24 üzəri x-ə vuranda eləyir 600 üstə gəlsin 25x. 16-nı da vuranda 960 üstə gəlsin 16x. 16x-i atıram sola, 25-dən 16 çıxanda eləyir 9x. Bərabər 600 atsam sağa 960-dan 600 çıxanda 360. X da bərabər olur nəyə? 40 kiloqram. Deməli, 40 kiloqram şəkər əlavə etmək lazımdır.
18-ci suala baxırıq. 18. Deyir, məxrəci 91 olan neçə ixtisar olmayan düzgün kəsir var? Demək olar, əgər ixtisar olunmursa, heç bir ortaq böləni yoxdur. Heç bir ortaq böləni yoxdursa, demək 91 ilə qarşılıqlı sadədir. Və düzgün kəsirdən söhbət edirsə, həm də 91-dən kiçikdir. Onda belə nəticəyə gəldik ki, 91-dən kiçik 91 ilə qarşılıqlı sadə olan. İlk növbədə 91-i ayırıq sadə ruhlarına, 7-yə bölünür 13, 13 13-ə bir dəfə və qüvvət şəklində göstəririk, 7 vurulsun 13. Ədədin özü vurulsun, 1 çıxılsın 7-də 1, 1 çıxılsın 13-də 1. Bu da bərabər 91 vurulsun 7-də 7, 1, 7 çıx 6, 13-də 13, 1, 13 çıx 1, 13. 7, 13-ün 91 ilə 91 getdi, 6-ını da 12-yə vurduq, 72 dənə oldu. Növbət 18, 19-cu suala baxaq. Ətraflı yazı tələb edən sual tapşırıqlardır. 19-cu sual. Deməli, x plus y bərabərdir 6-dır. Modulda x çıxılsın b üstəgəl 4, üstəgəl y üstəgəl a çıxılsın 12 bərabər 0. 2 modulun cəmi 0-dırsa uşaqlar, bunların ayrı-ayrılıqda cəmini 0-a bərabər edirsən. Çıxılsın 12-dir. Bərabərdir 0-a. Sistem çəkib bunları tərəf-tərəf toplasam, x plus y plus a minus b bərabərdir. Bu mənfi 8 edir. Açsaq sağ tərəfə müsbət 8. X plus y bizdə 6-dır. 6 üstə gəlsin a çıx b bərabərdir 8. Buradan da a çıx b bərabərdir. 6-nı atırıq sağa çıxılır, edir 2. Bizdən də a çıx b-ni soruşurdu. Cavab oldu 2-yə bərabər. Növbəti 20-ci suala baxırıq. Bərabərdir. 1 üstəgəl 1 bölünsün, 1 üstəgəl 1 bölünsün 2-də, 2 1-in 2 çıx 1, 2-də 1. Bu bərabərdir. 1 üstəgəl 1 bölünsün, 1 üstəgəl, sonra 2 qalxıb vurulur da 1-ə. Edir 3. Bu da bərabərdir. 1 üstəgəl 4-də 1. Bu da bərabərdir. 4-də 4, 1-in 4 üstünə 1, 5, 4-də 5. Bu da ki, 1 tam %25-ə bərabərdir. Baxaq, görək nəsə səhv getmədik. Sıxmaydı. Deməli, 2 1-in 2 çıx 1, 2-də 1. 2 qalxdı vuruldu, 2. 1 üstəgəl 2, 3. 3-də 1. Hə, mən səhv elədim burada uşaqlar. 1 üstəgəl 2 olmalıydı. 3-də 1. 3-də 4. 3-də 4-dəki 1 tam 3-də 1-ə bərabər. 1 tam 3-də 1-ə bərabərdir. 21-ci suala baxırıq. 21. Bir kol bucaq, 3 bucaq veribdir. Deməli, A, C, B, X. Və deyir ki, bucaq C böyükdür 90-dan. Yəni, bu nə deməkdir? Kol bucaqdır. BC 3-dür, AC 10-dur. Deyir, X natural dərə isə X-in ala biləcəyi natural qiymətlərin cəmini topla. Deməli, alfa kol bucaq olarsa uşaqlar, qaydamız belədir. X böyük olmalıdır. Bunların kök altında kvadratları cəmindən qaydamız belədir. Kiçik olmalıdır A plus B-dən. Onda X böyükdür. Kök altında 10-un kvadratı üstəgəl 3-ün kvadratı. Kiçik olmalıdır sadəcə 10 üstəgəl 3-dən. X böyükdür. 100, o da 9. Kök altında 109. Kiçikdir 13-dən. X böyükdür. 109-dan təxminən deyək ki, 10,1 çıxsın. Kiçikdir. X kiçikdir 13-dən. X 10,1 ilə 13-ün arasındadır. Burada da var 11 və 12. Toplayanda da cavabımız edir 23-ə bərabər. Növbətiyə baxırıq. Sabit sürətlə hərəkət edən avtomobilin tam dolu çənindəki benzinin zamana görə dəyişməsi verilir. Buna görə 10 saatdan sonra çənin boş hissəsinin dolu hissəsinə olan nisbəti. Demək uşaqlar, 30 saata əgər çən tam bitirsə, yəni 120 litr istifadə olunursa, biz bunun 1 saatını tapaq. Görək, bir sabit sürətlə hərəkət edən sürət dəyişmir. Neçə litr işlədər? Çarpaz vursaq, 30x bərabərdir 120-yə, x də bərabərdir 4 litr. 4 litr 1 saata işlədir. Bəs 10 saata nə qədər işlədir?
10 vurulsun 4 bərabər olur 40 litrə. 40 litr işləndi 10 saata qədər. 120 litrdən 10 saatda 40 litrini işlədibsə 60 litr qaldı. İndi çənin boş hissəsi 40 litrdir işlənib də, dolu hissəsi 60-dır. Deyir ki, boş hissəsinin dolu hissəsinə olan nisbəti. Yəni 40-ın, üzr istəyirəm, 80, 40-ın 80 olan nisbəti. Bunlar da ixtisar getdi, 2-də 1 qaldı və yaxud da ki, cavab 0,5 elədi. 23-cü suala baxılır. Həqiqətlərinin sınayətdir. 23. A kiçikdir B kiçikdir C olduqda modulda B çıxılsın A çıxılsın, modulda B çıxılsın C, üstəgəl modulda A çıxılsın C ifadəsinin qiymətini tap. Mesela buna 1 yazıram, buna 2 yazıram, buna 3 yazıram. 1 kiçikdir 2-dən, 2 də kiçikdir 3-dən. Qiymətlərini yuxarıda yazsaq yerinə, bax 1, B-yə 2 verirəm, C-yə 3, A-ya 1 verirəm, C-yə 3. 2-dən 1 çıxanda 1 alınır. Modul müsbət alınır deyə yer dəyişməyə ehtiyac yoxdur. 2-dən 3 çıxanda mənfi alınır. Ya yerin dəyişir, ya da qarşısına mənfi ataq. Qarşısına mənfi ataq, bu mənfiyə təsir edir. Müsbət, daha yer dəyişməyə ehtiyac olmadı. Üzərinə gəl. 1-dən 3 çıxanda mənfi 2. Modul daxili mənfi alınır deyə bunun yerini dəyişirik. C çıxılsın, A edirik. Mənfi C ilə C getdi. Bərabər oldu. B-ləri, birinci A-ları toplayaq da, və yaxud da ki, B-lər fərqi yoxdur. 2B, bu da mənfi 2A. Yəni 2B çıxılsın, 2A olacaq cavabımız. 24-cü suala baxırıq. 24. 24-də deyir ki, 180 ədədinin 3-ə bölünən natural bölənlərin sayını tapın. Görə görə 180 ədədinin neçədən 3-ə bölünən ədədi var? 180 3-ə bölük 60. Biz o 60-ın natural bölənlərini tapırıq. 3-ə 5, 5 5-ə 1 dəfə və qüvvət şəklində göstəririk. 2-dən 2 dənə, 3-dən 1 dənə, 5-dən 1 dənə. Natural böləndə hər qüvvətin üzərinə 1 gəlir, 2 üstə gəl 1, 1 üstə gəl 1, 1 üstə gəl 1. Bu da bərabərdir. 2, 3 vurulsun. 2 vurulsun 2, 3 2-nin 6, 6 2-nin. Deməli, 3-ə bölünən 12 dənə natural böləni var. 24-cü cavabı 12 dənə. Bu belə. Və nəhayət sonuncu sualımıza baxırıq. 25-ci sual. 25. Deməli, N, A ilə B-nin fərqi bərabərdir. N, B ilə A-nın fərqi. Sonra N, A ilə B-nin kəsişməsi bərabərdir 4. N, A ilə B-nin birləşməsi bərabərdir 24 olarsa, N, A-nı tapın. Belə eləyə bilərəm uşaqlar. Diaqramla göstərək. Görək diaqramla hansı formada yazılır. Biraz yığaq. Deməli, buna deyirəm A çoxluğu, buna deyirəm B çoxluğu. Uşaqlar, kəsişməsi 4-dür. A ilə B-nin fərqi ilə B ilə A-nın fərqi bir-birinə bərabərdir. Yəni, sol hissə ilə sağ hissə bir-birinə bərabərdir. Birləşmə 24 isə, diaqramda nə görürsə birləşmədə? X plus X plus 4 bərabərdir 24. Buradan 2X bərabərdir 4-ü atdıq sağ tərəfə 20, X də bərabər oldu 10. İndi X-in yenə 10 yazsaq, N-A-nı soruşur bizdən. N-A da bərabər olacaq 10 ilə 4-ün cəmi, yəni 14-də bərabər. Bu qədər uşaqlar, sağ olun.